hamıya və hər şeyə inanan insanlar, öz fikri olmayanlar. Yəqin ki, müşahidə eləmişsiniz, bəzi insanlar var ki, onlara nə deyirsə deyin ya da kimsə nə deyirsə desin, o şeylərin hamısına inanırlar, elə bilirlər ki, belə də olmalıdır və sanki öz fikirləri yoxdur. Qarşı tərəf nə deyirsə, elə onu təkrarlamağa çalışırlar. Və ona sual verəndə ki, bəs sənin öz fikrin nədir? Deyir ki, fərqi yoxdur, tez-tez bu cümləni işlədirlər. Əslində isə bizim üçün fərqi olmalıdır. Çünki bizim öz fikirlərimiz, zövqlərimiz, arzularımız var. Qarşı tərəfə mane olmadan biz bunları da ifadə eləməliyik. Amma bəzi şəxslər var ki, onlarda bu belə baş vermir. Çünki həmin şəxslərin adətən öz fikirləri olmur ya da ki, öz dəyərləri çox aşağı olduğuna görə, özlərini yetərsiz gördüklərinə görə, özlərini nələrəsə layiq görmədiklərinə görə öz fikirlərini deməkdən çəkinirlər, öz reallıqları olmadıqlarına görə başqalarının reallıqları onlar üçün ən yaxşı kimi görünür. Əlbəttə ki, sağlam olaraq biz hər hansı bir dostumuzun fikrini, hərəkətini modelləyə bilərik. Bu normaldır, sağlamdır. Amma tamamilə qarşı tərəfin sözlərini özümüzünküymüş kimi göstərmək bir qədər sağlam olmayan reaksiyadır.